Salam, vaxtınız xeyir olsun. 7 may 2026-cı il sizlərə daha bir süfrə üzümü Baykonur haqqında məlumat vermək istəyirəm. Seleksiyaçı, Rusiyalı seleksiyaçı Yevgeni Pavlovdur. Tez yetişən sortdur. Avqustun əvvəllərində tam yetişmiş olur. 100-115 gün arası yetişmə müddəti var. Xəstəliklərə olduqca davamlıdır. Adium, medium kimi xəstəliklərə yüksək davamiyyət göstərir. Məhsuldarlığı çox yüksəkdir. Şəklini də qeyd edəcəm videoda inşallah ki, baxarsınız. Və dediyim kimi özünüz də yazıb axtara bilərsiniz. Baykonur çalışın yazarkən Rus əlifbasından istifadə edin. Çünki Azərbaycan əlifbasında bəzən tam aidiyyəti olmayan, dəxli olmayan başqa mövzular haqqında məlumat vermiş olur. Bir də qeyd etmək istəyirəm ki, üzümlərin hazırki inkişaf dövründə əgər inkişafında ləngimə yoxdursa, inkişafında heç bir problemi yoxdursa, üzümlərin başı elə aşağı olmalıdır gözlərin. Əgər gözləri dik dayanırsa, deməli inkişaf ləng gedir və hər hansı bir problem var. Baxın. Əgər başları aşağıdırsa, inkişaflarında heç bir problem olmur. Yoxdur. Və bir daha qeyd edim ki, bu tanıtdığım sortların hər birinin ştil və çubuq satışına payızda başlanacaqdır inşallah. Saylar məhduddur. Profildə hər 2 nömrə var. Hər 2 nömrədən zəng vurub yazıb sifariş verə bilərsiniz. Bir də kanalımıza abunə olsaz ilk bildirişlərdən xəbər tutarsınız. Paylaşıb, rəy bildirib dəstək ola bilərsiniz. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirəm.